Gəlin elə Rusiya-Ukrayna müharibəsinin gedişatını danışaq. Qonağımız siyasi şərhçi Vəli Əlibəyovdur. Vəli bəy, salamlayıram sizi, xoş gəldiniz. Dünən Donald Trumpla Vladimir Putinin 3 saata yaxın telefon danışığı baş tutdu. Hamı böyük həvəslə nəticəni gözləyirdi. Nəticə nə oldu? Əsirlərin dəyişdirilməsi ilə bağlı razılığa gəldilər. Eyni zamanda enerji infrastrukturlarına zərbə endirməyəcəyi ilə bağlı müəyyən razılığa gəldilər. Amma deyəsən, tam da qüvvəyə minməyib bu razılıq. İndi Donald Trumpla Zelenskinin bir təması olmalıdır. Bu müharibə uzana gedir. Hər iki tərəfin tükəndiyini deyirik, amma Rusiyada heç də tükənmə hiss olunmur. Eyni zamanda Ukraynadan da bunu tam olaraq sezmək mümkün deyil. İndiki məqamda Trumpda çıxış yolu nədir? Təşəkkür edirəm suala görə. Həqiqətən də dünənləri bütün dünya ictimaiyyətinin diqqəti Trump-Putin telefon danışığına yönəlmişdi. Çünki bu danışıqdan çox şey asılı idi. Ukrayna-Rusiya müharibəsinin sonu yetib-yetməyəcəyi asılı idi və ondan sonra mətbuata ötürülən informasiyalar da, kasad informasiyalar da əslində. Amma bu informasiyaları da nəzərə alsaq, deyə bilərik ki, Trump bu telefon danışığında qarşısına qoyduğu məqsədə nail ola bilməyib. Bilmədi, xeyr. Çünki Trump demişdir ki, o Putinlə danışandan sonra müharibənin sonu olacaq. Ancaq dünənki telefon danışığından sonra Putin öz şərtləri ilə 30 günlük atəşkəsə razılıq verdi. Amma bu şərtlər də elə şərtlərdir ki, Ukrayna tərəfi bunu qəbul edəcək, etməyəcək. Bu artıq ikinci məsələdir. Məhz buna görə də Zelenski bu günləri sizin də dediyiniz kimi artıq özü Trumpla telefon danışığı təşkil etmək istəyir ki, dünənki görüşlə dünənki razılaşmalarla bağlı öz mövqeyini bildirsin. Şərtlərdən biri odur ki, Ukraynaya edilən hərbi yardımlar dayandırılmalıdır, konkret dayandırılmalıdır. Bundan sonra atəşkəs reallaşa bilər. Biz bir müddət Birləşmiş Ştatların yardımları kəsdiyini gördük. Amma müəyyən müddətdən sonra bu yardımlar yenidən bərpa edildi. Çox maraqlı bir oyun gedir burada. Birləşmiş Ştatlar Putinin istəyini yerinə yetirib yenidən yardımları dayandıra bilər və Avropanı da buna məcbur edə bilər, yoxsa yox, əllərində hansı alətlər mövcuddur? Çox maraqlı və mübahisəli bir mövqedir əslində. Çünki Trump hərbi yardımları və eyni zamanda kəşfiyyat məlumatlarının bərpasını Ukraynaya xoşməram kimi bərpa etmədi. O bunun əvəzində Ukraynadan təbii sərvətlərlə bağlı müqavilə əldə etdi, imzaladı. Yəni, burada artıq kommersiya əsası var bunun və Putinin istəyindən asılı olsa da düşünürəm ki, Trump bunu edə bilməz. Çünki arada kommersiya məsələsi var və Trump da əsl biznesmen kimi, kommersant kimi buna getməyəcək, düşünürəm. Bir də Avropanın yanaşması var. Düzdür, Avropa tərəfi son məlumatlardan birini gördüm ki, onlar Ukraynada münaqişənin nizamlanmasına yaxınlaşırıq. Belə bir iddia səsləndiriblər Putinlə Trumpın telefon danışığından sonra. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen mətbuat konferansında danışıb və bəyanat verib Antonio Costa ilə bir yerdə. Halbuki Avropa İttifaqı ölkələrinin Ukraynaya dayanma, davam et istiqamətinin verdiyinin şahidi olurduq. İndi belə bir mövqe sərgiləyirlər. Bəli, Avropa İttifaqının deməli məqsədi ondan ibarətdir ki, məramı ondan ibarətdir ki, Ukraynaya yardımlar davam etməlidir. Hətta məbləğ də deyilir, 40 milyard avro məbləği deyilir. Lakin hələ bununla bağlı Avropa ölkələri liderləri arasında da ortaq bir qərar yoxdur və bu 40 milyard avronun ödənilməsi ilə bağlı da yekdil qərar qəbul olunmadı. Amma buna baxmayaraq Avropa Birliyi dövlətləri başa düşürlər ki, Ukraynanın təhlükəsizliyi eyni zamanda onların da təhlükəsizliyidir. Və onlar da çox istəyərdilər ki, dünənki telefon danışığından sonra real sülh hiss olunsun. Ancaq dediyim kimi, dünən daha çox demək olar ki, Putinin qələbəsini şahid olduq, nəinki Trumpın. Bu arada Avropa İttifaqı ölkələrinin, yaxşı belə ümumi adlandıraq, Avropanın Ukrayna danışıqlarında iştirak etmək şansı varmı bu dəqiqə? Çünki bilirsiniz niyə? İddialar var belə, deyir, zəruridir Avropanın iştirakı. Niyə? Çünki
Rusiyaya qarşı tətbiq edilən xeyli sanksiya var. Rusiya bu sanksiyaların aradan qaldırılmasını da istəyir. Belə havadan sanksiyalar aradan götürülə bilməz. Gərək Avropa ilə də müəyyən təmaslar olsun. İndiki məqamda Rusiya Avropanın danışıqlarda iştirakının əleyhinə olacaq. Niyə? Çünki Trampdan fərqli olaraq Avropa liderlərin əksəriyyəti Putini və Rusiyanı işğalçı dövlət kimi tanıyırlar və onların əsas tələbi Rus qoşunlarının işğal etdiyi ərazilərdən çəkilməsidir. Trump isə özü də qeyd etdiyi kimi o Putinə işğalçı demir. O qeyd edir ki, mən onunla danışıq aparamsam ona işğalçı deməli deyiləm, deyə bilmərəm. Ona görə də Putin də ondan təmasa gedib. O ki, qaldı ikinci məsələyə, sanksiyaların aradan qaldırılmasına. Bu günləri bir məlumat oxudum, dünənki telefon danışıqları ilə bağlı. Trump qeyd edib ki, onlar Rusiyanın da təbii ehtiyatlarının birgə işlənilməsi barədə ilkin razılığa gəliblər. Yəni Putin Trumpın zəif nöqtəsini görərək, ola bilsin telefon danışığında özü təklif edib ki, gəlin birlikdə işləyək bunu. Mən düşünürəm ki, əgər Rusiya Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyaları üzərindən götürə bilsə və iqtisadi əməkdaşlıq qura bilsə, onun üçün Avropadan olan deməli sanksiyalar elə də ciddi əhəmiyyət kəsb etməyəcək. Bu arada biz həm də Polşanın adını danışmalıyıq. Rusiya ilə sərhəddə minalama işləri həyata keçirdilər. Sanki prosesləri biraz da qəlizləşdirmək istəyirlər, biraz da gərginləşdirməyə can atdılar. Təbii ki, Polşanın da öz əsasları var, digər ölkələrin də öz əsasları var. Amma Polşa təkcə Rusiyaya qarşı, Belarusa qarşı da bu addımı atır. Rusiya və Belarus sərhədini əməlli başlı minalayır. Nəsə doğrudan da mı təhlükə görür və real bir eskalasiya gözləyir? Bilirsiniz, siz də qeyd etdiniz ki, dünən telefon danışığı təxminən 2 saat, yarım 3 saat civarında olub. Bu 3 saat civarında olan telefon danışıqları zamanı təkcə biz bildiyimiz yox, başqa şeylər də müzakirə olunub ki, o barədə biz heç nə bilmirik. Putini də, Trumpı da tanıyanlar başa düşürlər ki, bu iki lider arasında heç kəsi gözləmədiyi danışıqlar da ola bilər. Misal üçün, Avropanın bölünməsi ilə bağlı, yeni deməli, təsir dairələrin bölünməsi ilə bağlı. Ona görə də bunlar, Polşa və o biri dövlətlər də artıq indidən öz başlarını çarə qılırlar və mümkün müdaxilənin, işğalın qarşısını almaq üçün tədbirlər görməyə başlayıblar. Nəzərə alaq ki, misal üçün, həmin o Fransadan və ya Almaniyadan fərqli olaraq Polşa birbaşa sərhəd ən yaxın ölkələrdən biridir Ukraynadan sonra. Zelenskinin anons etdiyi kimi Trumpla telefon danışığı olacaq. Bilməm, bəlkə elə bu dəqiqələrdə gedib danışır, bəlkə axşam saatlarında olacaq. Fərq etməz, xəbər çıxan kimi bölüşəcəyik. Amma dünənki danışıqdan sonra Trumpın yəqin ki, konkret olaraq bir istəyi olacaq Zelenskidən ki, bəs mən Putinlə danışdım, siz bunu reallaşdırmalısınız. Əks halda atəşkəs mümkün deyil. Trump bu dəfə nə istəyəcək ki, artıq söhbət uzanmasın. Çünki Donald Trumpın da Amerikalılara verdiyi bir söz var idi. Mən Putinlə telefonda danışandan sonra bu müharibə bitəcək. Mənim belə bir şansım var. Onun istəyə biləcəyi elə bir şey yoxdur ki, Zelenski ona razılaşsın. Və ya Ukraynanın zəif nöqtəsi. Ukraynanın, Putinin bütün tələbləri Ukrayna üçün qəbul edilməz tələblərdir. Məsəl üçün, misal üçün, Putin bəli 30 günlük atəşkəsə razılığını bildirir, ancaq ki, buna kim nəzarət edəcək, necə nəzarət edəcək, bu məsələ açıq qalır. İkinci, Putin razılaşmır ki, Avropa dövlətlərinin sülhməramlı qüvvələri təmas xəttində öz qüvvələri ilə təmsil olunsunlar. Üçüncü istiqamət, onu Trump da tələb edir ki, bu dövr ərzində də Ukraynada seçkilər keçirilməlidir. Yəni, bütün bunlar yenə də Ukraynadan deməli, güzəştlər tələb olunur, amma Rusiya özü tərəfindən heç bir güzəşt vermir. Rusiyanın nə şansı var güzəşt üçün? Nə edə bilər? Məsələn, tutduğu ərazilərdən çıxa bilər, o bunu eləməyəcək. Bəli. Başqa nə alət var əllərində Rusiyanın güzəşt eləmələri üçün? Heç bir şey. Yəni, ərazisidir. Ukrayna da deyir ki, mənim ərazilərimdən çıx. Bəli. Rusiyada onları oradan heç vaxt çıxmayacaq. Çünki Krım da, Donbas da, o biri ərazilər də Rusiya üçün strateji əhəmiyyətli ərazilərdir. Onlar üzərində, onları işğal etdiyi zaman onlar xeyli
deməli itki veriblər və bu gün onlardan geri çəkilsə, Putini bunu Rusiya ictimaiyyətinə başa salmaq çox çətin olacaq. Bu arada əslində bir söz-söhbət də var idi Avropa liderləri tərəfindən, xüsusən də Makron bunu dilə gətirirdi. Hətta vurğuladı ki, Rusiya istəsə də, istəməsə də biz öz sülh məramlarımızı Ukraynada yerləşdirəcəyik. Biz deyəndə sırf fransızları nəzərdə tutmur. Avropalı hərbçilərdən söhbət gedir. Özdə, nə bilim, yüz minlərlə hərbçinin iştirakından danışırıq biz. O söhbət nəsə keçmişdə saxlanılmış kimi gəldi. Daha sülh məramlı məsələsi aktuallaşmır. Bilmirəm, kənardan bir təzyiq oldu Fransaya və digər Avropa ölkələrinə, yoxsa çox yersiz bildilər bu söhbət açmağı? Yox, yəni o məsələ aktual olaraq qalır. İndi də. Bəli, aktual olaraq qalır. Sadəcə Rusiyanın sərt mövqeyi, bunun əleyhinə olan sərt mövqeyi bu məsələni biraz kənara çəkib. Və burada bir məsələni də qeyd etmək istəyirəm ki, məhz sülh məramlarının yerləşdirilməsi ilə bağlı Türkiyədə aktivləşib artıq. Bir çox ekspertlər də düşünürlər ki, Türkiyənin özünün də kifayət qədər qüvvəsi var ki, bu təmas xəttində öz qüvvələrini yerləşdirsin. Bu bir. İkincisi də ki, Avropa ölkələrindən fərqli olaraq Türkiyə baxmayaraq ki, deməli, Ukraynanı dəstəkləyib, ona silah verib, o Rusiyaya qarşı sanksiyalara da qoşulmamışdı. Yəni o bir növ neytral mövqe. Bu indi onun köməyinə gəlir. Bu indi onun köməyinə gələ bilər. Rusiyada əgər görsə ki, təmas xəttində sülh məramlarının olması vacibdir, o da Türkiyənin, lap elə Azərbaycanın özünün də sülh məramlarının o bölgədə yerləşdirilməsinə bəlkə də razılıq verə bilər. Vəli bəy, Trump artıq yanvar, fevral, mart 2 ay yaxındır ki, prezident kürsüsündədir. Amma verdiyi müharibələri bitirəcəm sözünü yerinə yetirə bilmir. Belə bir məqamda o da ola bilər ki, həyəcanlıdır ki, mən söz vermişəm, bunu hansısa formada yerinə yetirməliyəm, hansısa bir müharibəni bitirməliyəm. İndi münaqişədən də həm söhbət gedir. Yaxın Şərq var, Rusiya, Ukrayna var, bir də indi Cənubi Qafqazda Azərbaycan-Ermənistan münasibətləri var. Düzdür, konkret olaraq müharibə olmasa da, amma sülh də yoxdur. Gəlin bunu etiraf eləyək. Rusiya-Ukrayna müharibəsinin yekunlaşmasına dair müsbət nəticə əldə edə bilməsə, hansı istiqamətə fokuslana bilər Trump? Ən tez və ən yaxşı nəticə əldə edəcəyi region hansıdır? Mən düşünürəm ki, hər hansı bir regionda o sülh əldə etsə, o ona istədiyi dividendləri verməyəcək. Onun üçün əsas... Məsələn, Cənubi Qafqaz o deyil. Xeyr, o çox kiçikdir, bəli. Yəni, Amerika prezidenti üçün və onun özü barədə formalaşdırdığı imij və obrazı üçün bu çox kiçik bir məsələdir. Özü də ki, Azərbaycanla Ermənistan arasında demək olar ki, hər şey razılaşdırılıb. Sadəcə sülh müqaviləsinin imzalanmasını gözləməliyik. O da indi xırda prosedurlar var, onları gözləmək lazımdır. Və ona görə də o Ukrayna məsələsindən möhkəm yapışacaq və Ukraynaya mən düşünürəm ki, ciddi təzyiqlər olacaq bundan sonra da ki, onlar daha çox güzəştə getsinlər, torpaqlarından imtina etsinlər. Çünki bu atəşkəs dövründə də hətta belə bir məqam da var ki, torpaqların, işğal olunmuş torpaqların status məsələsi müzakirə olunmur. Bu da Rusiyanı qane etmir, Rusiya da bunun üzərində duracaq. Mən sizə deyim ki, Putin Trumpı çox gözəl öyrənib, onun xarakteristikasını çox gözəl öyrənib və ona görə də o danışıqlarda, telefon danışıqlarında da Trump qarşısında elə məsələlər qaldırıb ki, Trump onlara cavab verə bilmir, düşünürəm ki. Vəli bəy, Ukrayna əgər torpaq güzəştlərinə gedəsi olsa, indi az da deyil, təxminən 20% torpağı Rusiya tərəfdən işğal edilib. Hansı ərazilər Rusiyaya güzəştə gedilə bilər? Rusiya hamısını istəyir. Bu həm də belə olmalıdır ki, Rusiyanı da razı salsın. Rusiya hamısını istəyir. Rusiya deməyəcək ki, mən Krımı saxlayıram, Donbası, Luganskı qaytarıram. Putin üçün işğal olunmuş ərazilər artıq bu qapalı bir məsələdir. Müzakirə obyekti deyil. Ona görə də Ukraynadan hamısının itirilməsini istəyəcəklər. Yəni, nə almışam məndədir, qalsın məndə. Necə? Nə almışam indiyə qədər məndə qalmalıdır. Məndə qalmalıdır və bir məsələ də var burada ki, Trump və Putin çox gözəl başa düşür ki, Ukraynaya hər hansı bir yardım olmayacaqsa, silahla, maddi, Ukrayna bu müharibəni çox da davam edə bilməyəcək. Aydındır, çox sağ olun, təşəkkür edirəm.
Studiyamızın qonağı siyasi şərhçi Vəli Əlibəyov idi. Biz xüsusən də Rusiya-Ukrayna müharibəsinə kökləndik. Çünki Donald Trump, Vladimir Putin telefon danışığı var idi ötən axşam. Bütün dünyanın diqqəti bu telefon danışığındaydı. 3 saata yaxın davam elədi, ateşkəs əldə edilmədi. Bu axşam isə Trump'ın Zelenski ilə bir danışığı olmalıdır. Zelenski özü bu barədə Finlandiyada səfərdə olarkən danışdı. İndi də bir xəbər yayıldı ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mike Waltz'la Rusiya prezidentinin köməkçisi Yuri Ushakov arasında telefon danışığı olub və bu barədə Mike Waltz özü açıqlama verib. O bildirib ki, ölkəsi Rusiya və Ukrayna ilə məkik diplomatiyasının bütün sahələri üzrə birgə fəaliyyəti davam etdirir. Biz bu məsələni də Vəli bəylə müzakirə etdik.